Bu ayət çıxdı qarşıma, dedim elə onu oxuyum cəmaat üçün. Allah Teala buyurur ki, Zümer surəsinin 41-42-ci ayələrində buyurur ki, Əuzu billahi mineşşeytanirracim. İnna enzelna aleykel kitab linnâsi bilhaqq. Biz nazil etmişik sənə bu kitabı, Kur'an-ı Kerim'i. Kur'an-ı Kerim'i biz sənə nazil etmişik. İnsanlardan ötürü ki, insanlar oxuyub onu hidayət tapsınlar, yol tapsınlar. İnna enzelna aleykel kitabe. Biz bu kitabı sənə nazil etmişik. Linnas, insanlardan ötürü bilhaq, haqqaniyyətlə nazil etmişik. Elə belə yox. Kur'an-ı Kerim'i nazil etməkdən ötürü Peyğəmbər sallallahu aleyhi və səlləm meyrac elədi, üruz elədi. Allah Teala apardı onun yanına. İnnəkə lətüləqqəl Qur'anə min lədun alimin həkim. Sənə Qur'an ilqa olundu. Sənə Qur'an ilqa olundu. Alim olan, həkim olan Pərverdigarın yanında. Kur'an belə bir kitab. Kur'an elə belə kitab deyil. Bəs biz haqqaniyyətlə Qur'anı sənə nazil etmişik. فَمَنِ اهْتَدَى لِنَفْسِهِ. Hər kəs ondan hidayət tapdı, yol tutdu özünə. فَلِنَفْسِهِ. Özünə xeyir veribdi. Ahirətini düzəldibdi. Hər kəs Qur'ana qulaq asdı. Qur'anın sözünə qulaq asdı. Əhkama qulaq asdı, Peyğəmbərə qulaq asdı. Fəli nəfsi, ondan ötürüdür, özündən ötürüdür. Və mən zallə, hər kəs gümrah oldu. Fə innəmə yəzillu əleyha. Özünü gümrah eləyibdi, başqalarına bir zərər verməyibdi. Allah deyir sənə namaz qıl. Kur'an-ı Kerimdə Allah deyir sənə namaz qıl. Allah deyir sənə oruç tut. Allah deyir sənə həccə get. Allah deyir sənə filan bütün bu şəriət hökmlərimiz. Eləsən, özün üçün eləmisən. Ancaq özün üçün eləmisən. Özvə xeyri vardı bunların. Yox, əgər bir insan qulaq asmırsa, namaz qılmırsa, oruç tutmursa, ilahi hükümlərə arxa çevirirsə, yolunu azırsa, فَاِنَّمَا يَزِلُّ عَلَيْهَا. Öz nəfsinə görə gümrah olubdu, özünə görə gümrah olubdu. وَمَا أَنْتَ عَلَيْهِمْ بِوَكِيلٍ. Ki sən onlara kəfil deyilsən, vəkil deyilsən. Özləri bilərlər, özləri bilərlər. İkinci ayədə Allah Teala buyurur ki, Allahu yeteveffel enfusa hine mevtiha. Allah insanların əcəli gəlib yetişəndə onların nəfslərin, canların alır. Bizim canımızı kim alır? Allah. İnna lillah və inna ileyhi raciun. Bizə canı kim verir? Qohum, qardaş, o, bu bursu heç kəs verməyib. Bizə həyatı verən Allahdır. Və bu həyatı da bizdən alan Allahdır. Nə zaman alır? Əcəlin vaxtı gəlib yetişəndə. Hər kəsin əcəlinin vaxtı gəldi, yetişdi. İstəyir yaşlı olsun, istəyir cavan olsun. Kiçik olsun, böyük olsun. Fərq eləməz. Elə ki, vaxtı gəlib yetişdi, Allah Teala onun canını alır. Allahu yeteveffel enfusa. Allah canları alır. Hine mevtiha. Əcəlləri gəlib yetişəndə. Və bir də canların Allah alır. Vəlləti ləm təmut fi mənamiha. Və o kəsi ki, əcəli gəlib yetişməyibdi, onların da ruhlarını alır Allah Teala yatmış zamanda. İnsan ki yatdı, o ki deyirlər ki, yatmaq elə ölümün qardaşıdır. Niyə görə deyirlər?
Ona görə ki, insanın o ruhu gedir Allah dərgahına. Ağa İmam-ı Sadiq əleyhissalam bu ayənin təfsirində buyurur ki, yatanda dəstəmaz alın, yatın. Bir nəfər yatmaq istəyirsə, dəstəmaz alın, yatın. Eşitmişsiniz də, şəriətdə vardı ki, bir adamın boynunda cənabət quslu var və cənabət eləyə bilmirsə, yatmağın kərahətini gətirməkdən ötürü cənabətli yatmaq məkruhdur. O kərahəti götürməkdən ötürü dəstəmaz alsın. O dəstəmazı niyə alır? O ilə namaz olmaz. Çünki boynunda cənabət quslu var. O dəstəmazı niyə alır o adam? Ondan ötürü alır ki, yatmaq üçün məkruhdur, buna mübah olsun. Mübah olsun yatmaqlıq. Ağa buyurur ki, yatanda dəstəmaz alın. Çünki sizi yatanda ruhlarınız Allahla görüşür. Qoy təharətsiz olmayasınız. Və əgər dəstəmaz almaqlığa tənbəllik etdiniz, o üstünüzə saldığınız mələfəyə əlinizi vurun, bir təyəmmüm eləyin. Heç olmasa təyəmmümünüz olsun. Vur əlini o yorğana, nədir üstü örtmüsən, ona vurginan, çək alnıva, arxasına çək əllərini, ta səndə nə olsun? Bir balaca təharətin iyi gəlsin, təharət olsun. Çünki Allahla görüşməyə gedir sənin ruhun. Buyurur, vəlləti ləm təmut fi mənamiha və o kəsi ki, onun əcəli gəlib yetişməyibdi fi mənamiha. O yuxu halında onun neyniyir? Ruhun aparır. Fəyumsikulləti qəza əleyhəl maut. Və o ruhlar ki gedir Allah dərgahına yatan zamanda, o ruha ki əcəli gəlib yetişibdi, onu saxlayar da geri qaytarmaz. Allah Teala haman ruhu neyniyər? Saxlayar. Fəyumsik. Saxlayar onu, tutar, saxlayar. Əlləti qəza əleyhəl maut. O adam ki yatıb, eşitmişsiniz də deyir, yatdı durmadı. Yatdı durmadı nə deməkdir? Yatdığı ruhu getmişdi, Allah geri bırakmadı onun ruhunu, saxladı. Və fəyumsikulləti saxlayar o ruhu ki qəza əleyhəl maut. Ona əcəl gəlib yetişibdi, hökm olunubdu onun ölməkliyinə. Amma və yursilül uxra. Amma o ki əcəli gəlib yetişməyibdi, onu qaytarar onun bədəninə. İlə əcəlin musamma. Müəyyən olunan bir zamana qədər ki, əcəl təyin olunubdu. Misal üçün, 50 ildən sonra misal üçün kiminsə ruhu alınacaq, onu qaytarar. Sabah alınacaq, bugün qaytarar. Bax bu cürünə. İnnə fi zalik. Ki həqiqətən bu dediyimiz bu söz ki vardı, bu ayə ki vardı, ləayatin, ayədir, dəlildir, liqavmi, o adamlardan ötürü ki, yətəfəkkərun, onlar düşünürlər, fikir edirlər, baxırlar. Mən yatıram ha, birdən əcəlim yetişib durmadım. Bəlkə əcəlim gəlib yetişib, odur ki, bizə deyirlər ki, ağalarımız ki, bir günah elədiniz, tez istiğfar eləyin, o günahla gedməyin Allah dərgahına. Tez istiğfar eləyin. Bu ayə-i şərifənin bir dənə də tarixi bir halı vardı, istəyirəm onu deyim sizə. O zaman ki, Üsəranı gətirdilər, gəldilər Kufəyə, İbn Ziyadın məclisinə. İbn Ziyad İmam Zeynil Abidin əleyhissalamı gördü, dedi, bu kimdir? Axı demişdi ki, bir nəfər kişi xeylağı qalmasın, hamısını öldürün. Belə bir hökm eləmişdi. Buyurdu ki, kimdir bu? Dedilər ki, bu Əli ibn Hüseyndir. Bu Hüseynin oğlu Əlidir. Qayıtdı, dedi ki, məgər Əli ibn Hüseyni Allah öldürmədi Kərbəlada? Ağa qayıtdı, baxdı ona, buyurdu ki, Allahu yətəvəffəl ənfusəhinə mavtiha. Allah insanların əcəli çatanda onu öldürər. Bəl qətəluhun nas. Bəlkə cəmaat yığışdı, mənim qardaşımı öldürdü.
Allah öldürmədi, siz öldürdünüz. Bu sözü deyəndə acığına gəldi. Dedi, sənin dilin var, məndən danışırsan, çəkdi qılıncı, yüyürdü üstünə ki, xanım Zeynəb-i Kübra salamullahi aleyha kəsdi onun qabağını. Dedi, xeyr, daha sən buna yol verilməzdi, kifayət eləyərsən, bəsdir bizim qanımızı tökdün, bunu mən qoymaram. Onu öldürməkdən ötürü əvvəl gərək məni öldürəsən. Xanım Zeynəb-i Kübra salamullahi aleyha İmam Aleyhisselamın müdafiəsində dayandı. Haman bu ayə İmam Zeynəl Abidin Aleyhisselam o məclisdə oxuduğu ayələrdən biridir. Allah sizə əcir versin. Allah Teala qardaşımızı qəni-qəni rəhmət eləsin. Allah Təbarəkə və Teala ruhun şad eləsin. Oxuduğumuz ayələrin, mərsiyələrin, Fatihə surələrinin savabın onun qəbrinə və ruhuna aid eləsin inşallah. Çox sağ olun, diqqətinizə görə təşəkkür edirəm. Allah əcir versin. İcazə verin.